Uşaqlar, bu günlərin biz kimyadan nüvə yükü və kütlə ədədi mövzusunu keçəcəyik. Siz keçən dəfəki dərsimizdən biz öyrəndik ki, atom modelini biz planetar model kimi göstərmişik. Dedik ki, atomun müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan təşkil olunmuş elektroneytral hissəcikdir. Niyə elektroneytral hissəcikdir? Dedik, proton yükü nədir? Müsbət. Elektron yükü nədir? Mənfi. Neytral atomda protonların sayı elektronların sayına bərabər olur. Məsələn, tutaq ki, 8 nömrəli elementimiz olan oksigen. Oksigenin sıra nömrəsi 8-dir. Demək ki, onun protonlarının sayı 8-ə bərabərdir. Proton sayı neçə oldu? 8. Proton sayı bərabərdir 8. Uşaqlar, elektron sayı da 8-ə bərabər olur, neytral hissəcik olduğuna görə. Buna görə biz deyirik ki, atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan təşkil olunmuş elektroneytral hissəcik hesab olur. Bəli, 8-ə mənfi qoymadım, 8-ə. Ehtiyac yox, elektron olsa mənfi olduğunu bilirdi, elektron başına mənfi işarəsi qoymuşdur. Uşaqlar, atomun nüvəsi müsbət yüklüdür. Ona görə ki, biz protonu şərti işarəsini müsbət olaraq qəbul edirik. Uşaqlar, protonların sayı neytral vəziyyətdə elektronların sayına bərabər olur. Yəqin ki, bunu da dəfələrlə təkrarladım, yadınızda qalır. Yox, neytral isə əgər element, indi siz gələcəkdə öyrənəcəksiniz ki, elementlər özündən elektron verər və özünə elektron birləşdirə bilər. Özünə elektron verəndə, özündən kiməsə elektron verəndə və ya birləşdirəndə artıq proton sayı ilə elektron sayı azala və ya arta bilər, yəni fərq yarana bilər. Amma neytral olanda? Neytronu dəymir, neytral olanda dəymir, yəni sayı bərabərə qalır. Məsələn, elektron, oksigen çox vaxt özünə 2 dənə elektron birləşdirir. Ona görə də elektronların sayı olur 10, protonların sayı 8. Görürsünüz, elektronların sayı protonların sayından çox olur. Bu isə gələcək dərslərin mövzusudur. Bundan hələ ki, sizin fikrinizi qarışdırmaq istəmirəm. Amma neytral vəziyyətdə elektronların sayı protonların sayına bərabər olur. Bəs uşaqlar, biz həm də bu dərsdə kütlə ədədini öyrənməliyik. Hər bir elementin özünün kütlə ədədi var. Kütlə ədədi isə uşaqlar, keçən səfər də demişdim, protonların sayı ilə neytronların sayının cəminə bərabər. Yadınıza gəlir? P üstə gələn N bərabərdir kütlə ədədi. Gəlin, məsələn, bir element götürək. Tutaq ki, bizim kitabımızda natrium elementini verir. Uşaqlar, deyir ki, natriumun 11 protonu və 12 neytronu var. Bax, natriumun 11 protonu var. Protonların sayı aşağıda burada yazılır. Kütlə ədədi isə 23-dür. Yuxarıda yazılır adətən Mendeleyev cədvəlində. Kitablarınızı Mendeleyev cədvəlində üstlərdən qoyun, baxın. Burada proton sayı, bax, bu proton sayıdır. Bu kütlə ədədi ki, yazıram. Proton sayı ilə neytron sayı bizim kütlə ədədimizi verirdi. Demək ki, bunun 12 dənə neytron var, 11 dənə protonu var, neçə 23 kütlə ədədidir. Biz bu kütlə ədədinin hardan gəldiyini biləndən sonra bu formada düşən çalışmaları çox rahatlıqla həll edə bilərik. Bir dənə Mendeleyev cədvəlini ver. Məsələn, kitabımızdan tutaq ki, azot elementini götürək. Azotun işarəsi nə idi, uşaqlar? N hərfi ilə işarə olunurdu. Azotun, bax, mən sizə deyirəm ki, proton sayı 7-dir. Neytron sayı da 7-dir. Neytron sayı da 7-dir. Kütlə ədədi neçə olacaq? 14. Asıl. 7 üstədə 7 bərabər. Toplayırıq da məndir. Bəli, toplayırıq. Gələ ki, sizə deyirəm ki, o başqa bir element deyim. Fosfor deyim. Uşaqlar, fosforun işarəsi nə idi? P hərfi. Asıl. Fosforun proton sayı 15-dir. Neytron sayını bilmirəm, neytron sayını, sual işarəsidir. Kütlə ədədi isə 31-ə bərabərdir. Neytron 16. Necə tapdınız? Mən 31-dən çıxarsınız. Bəli. Neytron topanda çıxırıq və kütlənin topanda toplayırıq. Ayso, yaxşı, indi gəlin başqa bir dənəsini də deyək. Tutaq ki, kükürt necə yazılır? Yazılır. Kükürdün kütlə ədədi 32-yə bərabərdir. Bəli. Mən onun, tutaq ki, deyirəm, 16 neytronların sayı 16-dır. Proton sayı bilmirəm, x-dir. Necə topacaq? 32-dən baxsınız. O deyil, 16-ya bərabər edəcək. Demək ki, kütlə ədədi x-imiz nədir? 16. Bu cür çalışmalar olsa, bu cür misallar düşsə, həll edə bilərsiniz. Şəklinə çəkməzsiniz ki? Afərin. Bax, uşaqlar, atom kütləsi çox kiçikdir. Deyir ki, 10 hidrogen atomunun kütləsinə bərabər edirlər, yəni 10 ilə ölçürlər. Bunun da qiyməti şərt olaraq 1,67 vurulsun 10 üstü mənfi 24 qramdan hesablanır. Gələcək elə bir mövzularda siz məsələ həll edəndə 1,67 vurulsun 10 üstü mənfi 24 ədədini yadınızda yaxşı saxlayırsa çox lazım olacaq. Nə? Burada bilirsiniz bölməsi var, həmin orada olan.